Deməli bu kitab şəklində açılan divanın alt hissəsidir. Kasa deyirik biz buna. 15 santimetrlik taxtadan istifadə olunub sandığı. 2 yarımlıq taxtadır, altı dikdəndir, altdan yuxarı şurupla bağlanıb 75 santimetr dərinliyi olur bu kasanın. Üstünə sıfır mexanizmlə bağlanmış kitab əlavə olunur. Həm oturacaq, həm bel bir-birinə sıfır mexanizmlə bağlanıb 8 santimetrlik kitabın taxtasının qalınlığı var, çox möhkəm olur. Döşəyinin, oturacağının həm belinin qalınlığı 21 santimetrdir. Orada qırmızı süngər, qırmızı rəngdə görünən süngər 25 sıxlıqdır, 10 santimetr. Üstündəki yaşıl süngər 3 santimetrdir. Sıxlığı daha aşağıdır, 18 santimetr. O da daha rahat, daha komfort hiss elətdirmək üçündir. Sıfır mexanizmlə bağlanılır. Evdə divanı dala-qabağa çəkməyə ehtiyac yoxdur. Durduğu yerdə rahat şəkildə açılır. Yəni divanı siz açıb yataq kimi istifadə eləmək istəsəz, aboylar evdə cırılmır. Divanın arxasında qalan aboy cırılmır. Yəni keyfiyyətli divan ən azından bu şəkildə yığılmalıdır.